Biz hər addım atdıqda ayağımızın üzərinə düşən çəki bədən ağırlığımızın 3 qatı qədər olur. Amma sümüklərimizin quruluşu bu fakta dözə biləcək şəkildədir. Məsələn, bud sümüyü o qədər möhkəmdir ki, şaquli vəziyyətdə olduqda 1 ton çəkiyə dözə bilmək qabiliyyətinə malikdir. Tullanma hərəkət edən idmançının yerə düşdüyü anda bud sümüyünün hər kvadrat santimetrinə düşən ağırlıq 1400 kiloqram olur. Amma sümüyün üzərinə düşən bu cür ağırlığa və təzyiqə baxmayaraq, idmançı bundan sonra çox asanlıqla ayağa durur və heç nə olmamış kimi davam edir. Bəs axı sümüklərimizi belə möhkəm eləyən nədir? Skeletin həm bu qədər yüngül, həm də möhkəm olmasının sirri sümüklərin quruluşundadır. Mühəndislər hətta 21-ci əsrdə yaradılması olduqca çətin olan və küllü miqdarda məsrəf tələb edən göydələn, körpü kimi böyük layihələr üçün sümük quruluşuna bənzəyən bir texnikanı tətbiq edirlər. Qəfəs sistemi adlandırılan bu üsula görə layihənin əsas hissələri bir-birinin içinə keçirilmiş qəfəs şəkilli çubuqlardan ibarətdir. Lakin sümüklərdəki heyrətləndirən quruluş nümunələri bundan bitmir. İnsanın bədəni əgər poladdan olsaydı, o zaman bədən çəkisi indikindən 3 dəfə ağır olmalı idi. Bu ağırlıqda skeleti yerindən tərpətmək üçün insanın indikindən qat-qat artıq enerji sərf etməsi lazım olardı. Bunun üçün də bədənimizdə daha güclü energetik proseslər getməli idi. Amma buna ehtiyac yoxdur. Çünki bədənimizdə bu mexanizm ideal tarazlıqda yaradılır. Bu heyrətamiz deyildir. Sümüklərin yenilənməsini təmin edən maddə sümük yaradıcı osteoblast hüceyrələridir. Bunlar sümüklərin fasiləsiz şəkildə yenilənməsini təmin edir. Osteoklast adlanan başqa bir sümük hüceyrəsi isə qan və sümük toxumaları arasında qida mübadiləsi apararaq sümük içərisində olan artıq maddələrin kənarlaşdırılmasında rol oynayır. O, digər bir tərəfdən də xarici səthə təsir göstərərək sümük səthindəki çıxıntıların kiçildilməsini təmin edir. Beləliklə, sümüyün qalınlığı hər bir yerdə eyni qalır. Uşaqlıq dövrlərində osteoblastların işi daha ağırdır. Çünki böyümə olduqca sürətlə getdiyindən sümük yaradılması prosesi öz həcminə görə sümük parçalanması işindən daha artıq olmalıdır. Lakin skelet müəyyən bir yetkinlik səviyyəsinə çatdıqdan sonra yaratma və parçalanma bir-birini tarazlamağa başlayır. Sümüklərin ortasında geniş bir boşluq var. Həmin boşluğun içində qan üçün lazım olan maddələrin hazırlanmasını təmin edən sümük iliyi yerləşir. İlikdə həm orqanizmi qidalandıran, həm də orqanizmi infeksiyalardan qoruyan qan hüceyrələri hazırlanır və ehtiyatda saxlanılır. Əgər ilikdəki qan hasilatında biraz azalma olsa, orqanizmdəki hüceyrələr oksigensiz qalaraq ölə bilər.